Uşaqlar, bəs aranızda 4-cü qrup ixtisası seçən, həkimlik ixtisasına yiyələnmək istəyən var? Əkən sən? Abala, sən potensialın zəifdir. Sən bunu bacara bilmərsən axı. Nə deyim valla? Deməyə vəzinə. Qızım, düzgün istiqamətdə çalışdığın müddətcə kifayət qədər istəsən, sən hər şeyi gerçəkləşdirə bilərsən, istədiyin hər şeyə nail ola bilərsən. Deyərək, biz şagirdlərdə özünə inam formalaşdırır və onları hədəflərinə doğru irəliləməkdə dəstək olmuş oluruq. Uşaqlar, yazısını kim bitirdi? Yazdığın esse çox orta səviyyədədir. Bu nə essədir yazmısan? Deməyə vəzinə. Yazdığın esse struktur və məzmun baxımından çox gözəldir. Sadəcə bəzi qaydaları daha yaxşı təkrarlasan, esseni daha gözəl formada yaza bilərsən. Deyərək, şagirddə özünə inamı formalaşdıraraq, onun öz istedadını üzə çıxarmağına təşviq eləyə bilərik. Uşaqlar, hamı dəftərləri açsın, yoxlayıram bir-bir. Bu nə səhvlərdir eləmisən, Əli Kamil? Heç səndən də gözləməzdim. Deməyə vəzinə. Gəl birlikdə baxaq, səhvlərdə müzakirə edək. Deyərək, səhvlərin həyatımızın bir parçası olduğunu və kifayət qədər normal olduğunu şagirdlərə aşılamalıyıq. Ay bala, neyinirsiniz? Mən bunlar mənfur. Onlar səni vurur, sən də onu vur. Zəifsən bəyəm. Demək əvəzinə, siz yoldaşlarınızla bir-birinizdən mehriban olun. Mehribançılıq olsun. Məsələni aydınlaşdırın. Nədir problem? Deyərək, şagirdlərimizlə pozitiv abu-hava yaratmaq lazımdır. Sizə neçə dəfə tapşırmışam ki, şagirdlərə düzgün rəy verin. Sizin verdiyiniz rəylərə görə biz valideynlərlə tez-tez konflikt yaşayırıq. Deməyə vəzinə, hörmətli müəllimlər, çalışın şagirdlərə düzgün rəy verin. Onları motivasiya edin. Deyərək, unutmayın, düzgün verilmiş rəy ilə öyrənmə prosesini daha effektiv edir və cəmiyyətə daha faydalı şagirdlər yetişdirmiş olursunuz. 334 nömrəli məktəb olaraq məqsədimiz gənc müəllimlərə dəstək olmaqdır. Nəzərə alsaq ki, pedaqoji heyətin əksəriyyəti gənclərdən təşkil olunmuşdur, onlara dəstək olmaq və bütün işlərdə istiqamət vermək bizim bir peşə borcumuzdur.